Lütfüzadə həvəskarlar üçün 2026-cı il final turuna düşmüş 24-cü məsələnin həllinə baxırıq. Düz xətt boyunca dayanan Səlim və Kənan uzaq məsafəyə daş atırlar. Onların dayandıqları nöqtələr arasındakı məsafə 70 metrdir. Səlimin atdığı daş şəkildəki A nöqtəsinin 11 metr sağına düşür. Kənanın atdığı daş Səlimin daşının 5 metr soluna düşür. Kənanın atdığı daş Səlimin atdığı daşdan 3 metr daha çox məsafəyə qət edib. Deməli, biz bu məsafəyə x desək, bu birisinə x plus 3 deməliyik. Bu daşlar arası məsafə 5'dir. Səlimin dayandığı nöqtədən A nöqtəsinə qədər olan məsafə neçədir? Deməli, biz belə eləyək. Bu x ilə x plus 3'ü toplasaq, o 5 hər ikisində iştirak elədiyinə görə o 5'i çıxmalıyıq. Və ikisinin arasındakı məsafə 70 metrdir. 2x bərabər 72, x elədi 36. Yəni Səlimin atdığı daş uçma məsafəsi 36'dır və A'dan 11 metr sağa, ona görə də 36'dan çıxdıq 11'i. Deməli, A'ya qədər məsafə oldu 25 metr.